Səs operatoru Hüseyin Qəffari. Bəstəkar Hüseyin Əlizadə. Quruluşçu operator Əmir Kərimi. Senari müəllifi və rejissor Məsud Cəfəri Cozani. Nasir, hara? Hamınız bir yerde gedirsiniz su doldurmağa. Tez qaydın ha. Gel həkim. Ateş. Hacıcan, salam. Aleykümselam. Dedim ateş. Hacı Təhvil al. Fərmanına Salam, salam. əsasən. Yanacaq, güllə, növbə, 9, Hacıcan, salam. 14, Hacı, təhvil al. 4, Hacı, mənim səsimi eşidirsən? kələfcə, Cənab mayor, salam verdim, təhvil al. zəhrimar cənab mayor. Topun səmti 32-dən 50-yə. 100 dəfə sənə demişəm uşaqların arasında mənim rütbəmi. Hacı, inan neçə dəfə səni çağırdım, cavab vermədin. Nişan 180. Dil tökmə. Radyo müsahibəsi deyil ki, başqaları da eşidərlər. Haqlısan. Həkim, gəl görüm. Dəstənin Ateş! komandiri buradadır, onu görmək istəmirdin. Nə? Gəl də. Hacıcan, təhvil al. Şəhruzanı. Əhməd, tez xətti yoxla, səs Hə, gəlmir. cəld olun, cəld. Biraz tez olun. Baş üstə komandir. Həkimcan, komandir, onu görmək istəyirdin. Ay oğlan, mən xəstəxanaya getmək istəyirəm. Buyurun. Bu yazığı bura niyə gətirmisən? Gərək 4 kilometr qabaqda düşürəydin. Üzr istəyirəm, söhbətə başımız elə qarışdı ki, hər şey yaddan çıxdı. Elə belə elədiniz ki, Xürrəm şəhərdi sizdən aldılar da. Qurban sənə, hacı, özün bir şey elə də, biz getdik. Həkim, halal elə, sağ olun. Topun səmti 42-50. Bəs mənim məsələm nə olacaq, cənab mayor? Heç nə. Qal burada səhər tibbi yardım ya meyd aparan maşın tapsam, yola salaram, rahat çıxıb gedərsən. Nişan bucağı Hara? 140. Elə burada, Hilton oteli. Sənin üçün bir yer sifariş eləmişəm, orada yatarsan səhərə qədər. Maşallah, get, get. Qalk yukarı, gel. Bizi halal elə, həkim, halal elə. İynə təsir eləyib. Yəni hələ də ağrıyırsan. Kürəyində nə yazılıb? Göllənin daxil olması qadağandır. Deyəsən güllə atanlar savadsızdılar. Güllələyənlər berişqallardır. Bizim dilimizi bilmirlər. Bu dəfə gərək verim ingiliscə yazsın. Neçə yaşın var oğlan? 3 gündən sonra 20 yaşım tamam olur.
Çalış yatmayasan. Cənab həkim. Cənab həkim. Cənab həkim. Cəld olun, cəld olun. Tez olun, yaralıları çıxardaq. Tez olun, tez olun. Gəlin, kömək eləyin, kömək eləyin. Cənab həkim, haralardasan? Dünən gecədən səni axtarıram. Əşi, sən məni atdın getdin. Mən də getdim xəttə də. Mən sizi atdım, ya işim çıxdı. Həkim təbib hardadır? Həkim təbib, bu xəstəxananı görürsən? Hə. Elə belə düppədüz gedirsən lap içəriyə qədər. Ortaya çatdın, əməliyyat otağı, həkim təbib oradadır. Çox sağ ol. Bura bax, getmək istəsən xəbər elə. Mütləq. Ümmətin imamı ümidvarlıqla bildirir ki, lənətə gəlmiş şahı boş əllərimizlə məhv edib, fövqal qüdrət dövlətlərin əllərini öz ölkəmizdən kəsdiyimiz kimi, keçmiş şahdan da daha cinayətkar olan bu şəxsi də məhv edəcəyik. Bizim qardaşlarımız olan İraq millətini və ölkəsini azad edək ki, İraq milləti, ölkəsi, özləri öz ölkəsində hökmranlıq etsinlər. Ümmətin işlərini özləri təmin edib, komandanlıq etsinlər. Biz bu müharibənin qalibiyik. Salam həkim təbib. Bəh, gözəl oğlan. Sən hara, bura hara? Sənin üçün əhvazdan ləvazimat gətirmişəm. Bərəkallah. Sterilizəlidir. Hə, demək olar ki. Zarafat işdən sonra. Soruşuram, sterilizəlidir. Hə də, sterilizəlidir. Xanım Dejgirə təhvil ver. Xanım Dejgir, işin qutaran kimi get təhvil ol. Baş üstə. Şəqaiq. Axırıncı dəfə gördüyüm şəkillə nisbətən çox dəyişmisən. Beşən dayı, sən nə vaxt gəlmişsən? Diqqətin işində olsun Aygöz. Maşallah, nə qədər böyümüsən. Demirəm diqqətin işində olsun. Bağışlayın, baş üstə. Əgər gəlməyindən xəbərdar olsaydım, gəldiyin yollara adam əkərdim. Axır ki, ürəklədin, gəldin. Gəlmədim, gətirdilər. Mütləq zorla gətiriblər. Yox, öz xoşumla. Kim? Arvadım, oğlum, sənin kimi dəli dostum. Dəlini görməkdən xoşu gəlir. Səncə bu uşağın bədəninə əkdikləri bu bir tikə dəmir parçası üçün bu ac dünya nə qədər ödəyib? Ondan bir xəbərin var? Kimdən? Abbasdan. Dedilər sizin yanınızdadır. Yoxsa bu cin görüb?
Oğlundur. Sen nə vaxtdan oğullu uşaqlı olmusan? Arvad almısan? Var mıydı? Dəllərin içinə xoş gəlmisən. Mən ciddi deyirəm. Mən də ciddi deyirəm. Hekayəsi uzundur. Bir gün sənə danışaram. İndi vaxtımız yoxdur. Tez ol, işə başla. Nə işə başlayayım? Tikiş tikməyə. Kim, mən? Olmaya gəlmirsən mənimlə golf oynamağa. Cavanlıq hiss eləmək istəyirsənsə soyun, gəl içəri. Bax mən, bura gələn gündən özümü şəqaiq yaşında hiss edirəm. Gəl də o, laqeydlik, peşmançılığa səbəb olar. Bura bax. Maşın yağı, sivilizasiya daşıyıcılarının alveri. Qaçıla görüm. Eğilimləri artdıqca cinayətləri daha çox nifrətə layiq olur. Qaçıla görüm. Sən ki, həmin müharibənin topusan. Yox, biz düdük çalırıq. Onlar emal eləyirlər. Güc ordusunun əskərləri müharibə toplarıdır ki, dünyanı fəth eləmək istəyirlər. Bugün İran, sabah başqa bir yer. Mən düşüncə ordusunun əskəriyəm. Bunlar da ki, daha çox aşıqdilər. Tələs, bəlkə 4 nəfərini qutara bildi. Niyə qutarım? Yenə gedib döyüşüb tikə parça olsunlar. Bunlar məhəbbət əhlidirlər. Ölmək üçün yaradılmayıblar. Döyüşməkləri də cəsarətsizliklərindəndir. Qaçıla. Müharibə həmişə iki tərəfli olur. Düzdür. Amma əgər evində oturduğun halda biri qapını qırıb içəri girsə, nə eləyərsən, ha? Qaçıla. Müdafiə dayıcım. Müdafiə eləməmək olar. Qaçıla qızım, qaçıla. Təəssüf ki, müharibə sual yeri qoymur dayıcan. Başladı, ancaq ateş açır. Vəssalam. Bunları qərbin o ədəbaz tacirlərinədir. Elə ki, küveyt al verilən gidi, o bitlərindən birini silahlandırıb salırlar cəmaatın canına. Niyə? Çünki müharibə hər bir ticarətdən daha mənfəətlidir. Gəlin bu xəstəni aparın. Daha mənfəətli, yoxsa daha qanlı? Mənfəət olar üçün, qan bizim üçün. Şirin yuxular olar üçün, acı kabuslar bizim üçün. Belçikalı, Amerikalı, İtalyalı, Alman, İngiliz, hər növündən varımızdır. Bağışla, Fransanın mirasını unuttum. Sabah fabrik zavodlarının hissələri 2 bərabər olacaq. İtləri gəldi, itləri gəldi. Ana gedirsən. Gəlin, mən buradayam. Həkim qayıt, dəl olmuşsan. Ey o itləri, vurun. Bombalarınızı bizim Həkim, başımıza dəl yardırın olmuşsan. ki, ağalarınızın Həkim. fabriklərinin mənfəəti daha da çox alsın. Həkim. Bizə uzun cırtdan ayaqdır. Sizin cavabınızın da vaxtı gələcək, eybiyo. Dayan, əvəz verəcəksiniz. Yağdırın bombalarınızı. Şəhidlərlə işimiz olmasın. Ancaq yaralıları aparın, tez olun. Yaralıları, qaça. Tez olun. Niyə dayanmışsınız? Gəl olun.
Tezliklə sağolacaqsan. Bura gətirin, əlini götür. Götür əlini, heç nə olmayıb. Çox yaxşı, heç nə olmaz. Heç nə yox doktor. Xanım Deşer. Bəli, Tez ol. Gel buna kan koy. baş üstə. Heç nəyin yoxdur, heç nəyin yoxdur. Başınızda değil de bana. Get bir iki tane kan getir tez. Gel ol. Şəhidlərlə işiniz olmasın. Ancaq yaralıları aparın. Tez olun. Bunun damarını tapındırın geçer. Bunun yaralarını yün əməliyyat otağına aparın. Bir dənə də sargı getirin. Of, vallahi acı iş. Bu işləri hər uşaq, qoca da eləyə bilər, vallah. 100 dəfə demişəm bu yağı bura Hacıcan, sən ölənlərdən görün, məni də yola sal gedim cəbhəyə. Başıma and olsun, 3 gün vaxt verirəm. 3 günün içində Səddamın sol qulağı ovcun içində olar. Hələ daha az vaxtda da olar. Cəld ol da, gecə oldu. O limon su şişəsi düşüb sınar axı. 100 dəfə sənə demişəm. Yüngüllər yuxarı, ağırlar aşağı. Əsqər ağa, Bəl ağa. 100 dəfə buna deyirəm, başa düşmür ki. Əsqər ağa, geç içəri. Baş üstə ağa. Hacı, axı nənəsi ölmüş qafur neynəsin? Dedin qolbaq molbaq taxma, verdim getdi. Dedin əcib qərib paltar geymə baş üstə. Gözlərim üstə. Axı mən neyniyim? Bir dənə qaldı bu üzük, bu da nənəmin yadigarıdır. Aha, bu da cəbhədəkilərə kömək. Çürütmə də söhbəti. Görək də. Xanımlar, yorulmayasınız. Cəld olun, toya gəlməmisiniz. Şəki görmə uşaq. Ələyaq altında dayanma. Bağışlayın, hacım axı. Afərin qızıma, bərəkallah. Leyli xanım. Leyli xanım. Bicənin məktubu. Sənə dedim axı, ya özü gələcək, ya məktubu. Fatıməcan, bunlar da bir yerə qoy itməsin. Baş üstə. Uşaqlar, o çuvalları elə qoyun ki, qalanlarına da yer olsun. Əzab çəkən əzizim. Ambam tənhalıqda intizar dolu gözlərinin şəkli gözlərimin önündən getmir. Elə bil silahlanmış dünya, rahatlıq və eşq də bizim haqqımız olduğunu bilmir. Yenə mənfəət dolu bir ticarət və viran edici müharibə. Öz haqqımız olaraq gördüyümüz şeyi bizə arzularda yaşadır. Yenə əzab və intizar. Səni və Abbası görmə intizarı. İntizar. Necəsən pəhləvan? Yuxum gəlmir, həkim. Narahatlığın var? Bəli. Bir diazepam vurun. Çox fikir eləmə. Baş üstə, həkim. Eksiyim adında. Ona demoprabin yazın. Baş üstə, həkim. Ayağını parmaklarını tərpədəbilirsən. Bunu kim sarıyıb? Bilmirəm. Dəyiş. Baş üstə, həkim. İndi də sinəni göynədir. Bəli. Ürəyin ətrafı. Bəli. Narahat olma. Sağalacaqsan pəhlivan. Sağalacaqsan. Bunlar nədir dayıcım? Bunlar yaralılardır dayı. Vəziyyətli çox pis olanlar. Ailələrinə çatdırmaq istədiklərini mənə verirlər. Həmid Nəhabəndi. Mən, Qaynardı ya əli yanması. əllərin ağrımasın. Ay ölmüş, hələ sən yatırsan. Müharibə qutardı deyə qalx ayağa. Rıza Həmidi. Maşallah pəhləvan. Qasım Nəfisi. Hə, bizə də elə. Sənin duana möhtacam. Qurban olaram sizə. Xanım həkim.
Məktubunuz var. Bəs mənə motor Qasım. Gələn səfər. Məktubum var Əkbərcan. Necəsən? Bugün mənə də məktub var. Sizin məktubunuz olmaya bilər, xanım həkim. Bu sizə. İrani həkim. Mənəm ver. Bu da sizə. Mahmuddandır. Yox, anamdandır. Həbib İqbali. Dayıcan, Qureş Nəsiri. Abbasdandır. Yox dayıcan, anasındandır. Min yerdən yaralı qəlbimin məhbubu, isti və sakitləşdirici zümzümələrinin qulağımda izi qalıb. Uzaqlığın mənə çox bərk əzab verir. Kaş sənin yanında olaydım. Heç vaxt belə bir qərar olmamışam. Hətta Sibirin o soyuğunda belə ürəyimi isitmək üçün səni düşünməyə kifayət eləyir və səni yenidən görmək ümidi mənə yaşamaq qüvvəsi verirdi. Niyə belə gec-gec məktub yazırsan? Yoxsa Abbasdan bir xəbər almışsan? Buyur, bu da 5-incisi. Bilirsən İraq devləti bu külliyə nə qədər pul verir? Dünya əhalisi gecə gündüz, hər dəqiqə, hətta tatil günlərində belə silahlanmış dünyanın cibinə 2 milyon dollar pul tökməlidir. Öz hissəsini verməyən hər kəssə güllələnir. Bu qədər şuar verməkdən yorulmursan həkim. Bu şuar deyil. Philip Rat'ın tədqiqatıdır. Sənin həm yerlindir. Həkimcan, sən Allah, təzə bəydir. Bizim məhəllənin uşağıdır. Kifayət qədər ləvazimatımız yoxdur. Əməliyyatdan sonra reanimasiya şəraitinə ehtiyacı var. Əhvaza aparmalısınız. Əhvaza? O gün ki xəbərdar oldu, İran qarşısını alıb və əlhəmdülillah ona o qədər zərər vurub və əskərlərinə ziyan vurub ki, əvvəlki vəziyyətinə qaytarmaq üçün uzun illərə ehtiyacı var. Bu namərcəsinə hücum İraq ölkəsini məhvə sürüklədi və sürüklüyür. İslamın təşviqi yolunda sərf edilməli sərmayələri müharibəyə sərf elədilər. Böyük ehtimalla biz müharibə istəmirdik və istəmirik. Lakin kimsə zorakılıq eləyərsə, biz onun ağzını əzəcəyik. İlk onlar başlamışlar. Ona görə də bizim məmləkətimizdə bu hadisə baş vermişdi. Əgər biz qalsaydıq, yaxşı olardı. Əvvəl gedib onların Məhəmməd Əli Ruzi. Onlar gəlsələr, bizi arxadan vurarlar. İmam Xomeyni öz bəyanatlarının digər bir bölümündə buyurur. Əlbəttə, müdafiə hər bir müslim və hər bir insan üçün vacibdir. Allah saxlasın. Zəhra, özümüzü müdafiə 3 yaşı var. İslamı müdafiə eləmək, Qəşəng şəkildir. Çox sağ ol. ölkəmizi müdafiə eləmək deyil. Necəsən həkim? Bilməliydim. Bir də həyat yoldaşım. Xərçəngi vardı.
Bu dəfə də sözümə əməl eləyə bilmədim. Cənab həkim. Cənab həkim. Baş sağlığımı qəbul edeyim. Başınız sağ olsun həkim. Çox sağ ol. Gedin cəmaatın uşaqlarına qulluq eləyin. Bıçaq. Balta. Xəstənin başını saxlayın. Qayçı. Gelin bura, cəld olun. Tez olun. Get qabağa, tez ol. Tez, cənab həkim. Cənab həkim. Cənab həkim. İlahi başına dönərəm, qurban olaram. Yaralı uşaqlardan biri çöldə sizi gözləyir. Görmürsən işim var. Axı onun işi çox vacibdir. Bundan da vacib. Hardadır? Bayırdadır, vertolyotda. Gətirin içəri. Gətirmək olmur, bağışlayın həkim. Yarası çox ağırdır. Bəlkə yerindən tərpətmək olmaz. Yaxşı, bir dəqiqə gözlə. Bu yaralıları bu tərəfə qoyun. Abbasdan sizə xəbər gətirib. Oğlunuzdan. Abbas. Başına dönərəm. Vaxt çox azdır. Qızım, sən yaranı tik, mən gəlirəm. Gəl cənab həkim, gəl, gec oldu, qaç. İlahi qurban olaram sənə. Budur. Hə, özüdür. İrani həkim. Bəli. Məhəmməd, başına dönərəm, özüdür. Ona nə demək istəyirsənsə de, bu özüdür. De. Mənlə Abbasın şəklidir. 2 gün bundan qabaq çəkdirmişik. İndi hardadır? Biz Çərxinur körpüsündən keçirdik. Körpünü dağıtdılar. Sağdır. Körpünü dağı... Sağdır.
Hə, sağdır. Deyir gərək Beytül Müqəddəsdəki Qüds ordusunun komandirinin yanına getsin. O bilir hardadır. Denən gəlib onu aparsınlar. Yox, bu mənim işimdir. Bilmirəm anasına nə cavab verəcəm. Onu tanıyırsan? Oğlumdur. Ay Allah. Anlaşıldı. Yox, eşitmədim. Təkrar elə. Yaxşı. Salam aleyküm. Xoş gəlmisiniz. Buyurun. Ya Allah. Hələ də qapının ağzında durumsan. Buyurun içəri də. Xoş gəlmisiniz. Qulluğunuzdayam. Bağışlayın. Mənə briqada komandiri lazımdır. Lap yaxşı. Buyurun. Siz briqada komandirisiz? Nəsə problem var? Yox, amma sizsiz. Kim kimədir? Allah qəbul eləsin. Briqadanın başındayıq. Yəni mənə yaraşmır briqada başçısı olmaq? Bura bax, əzizim, mən özüm hərbiçi olmuşam. Zarafat eləməyə hövsələm yoxdur. Mənə həkib təbib göndərib. Briqada komandiri ilə görüş təyin edib. Gedib ona xəbər verə bilərsiniz? Hələ siz sözünüzü deyin. Bəlkə mən sizə kömək eləyə bildim. Yəni o həkim təbiblə görüş təyin eləməyinə baxmayaraq məni qəbul eləməyəcək, hə? Çox üzr istəyirəm, həkim. O qəbul elədi. O sizsiniz ki, qəbul eləmirsiniz. Bilirik ki, pilot olmuşsunuz. Bilirik ki, 2-ci Dünya müharibəsində gül əkmisiniz. Bilirik ki, beyin cərrahısınız. Hər halda bütünlüklə xidmətinizdəyəm. Buyurun, eşidirəm. Mənə dedilər ki, siz Abbas İranini tanıyırsınız. Mən onun atasıyam. Onu tanıyırsınız? Tanımamağa cürətim yoxdur. Ağa deyirsinizsə ağalıq onda. Savad deyirsinizsə yenə savad onda. İti gözlü deyirsiz yenə iti gözdür. İndi o hardadır? Sağdır. Əvvəl siz deyin, nə bilirsiniz və nə eşitmisiniz. Mən də ardını deyim. Bir yaralı, mən elə gəlir Qüds qərargahının əskərlərindən idi. Dedi ki, Kərxenur körpüsündən keçəndə İraqlılar körpünü partlatdılar. Buyurun oturun, birlikdə bir çay çək. Söhbəti də orada davam elətdirərik. Yox, təşəkkür edirəm. Nəsə olub? Yox, bir şey olmayıb. Mühəndis İrani körpünün əsas qurucularından biri idi. Elə buna görə də təftiş üçün mütləq özü getməli idi. Sonra? Sonra körpünü dağıtdıqları vaxt çoxları yaralanıb şəhid oldular. Necə yəni? Yəni hələ ondan bir xəbərimiz yoxdur. İnşallah harda olursa olsun, sağ-salamat olsun. Bir xəbər almaq olmaz? Bundan artıq heç nə deyə bilmərəm. Narahat olmayın. Salam, kapitan. Sən burada da məndən əl çəkmirsən? İxtiyarınız var, kapitan. Doğrusu bu görüşümüz tamamilə təsadüfidir. Yəni, nə mən keçmiş işimdəyəm, nə də siz əvvəlki adamsınız.
Yeni görkəmindən xoşunuz gəlir? Çox qəşəng olmusan. İstəyirsiniz sizi Abbasın yanına aparım. Mümkündür. Çox çətindir. Çətinliyinə görə narahat olma. Bu günlərin birində dalınca gələcəm. Doğrudan. Doğrudan. Sen yorulmadın Lili. Çox işləmək fikrimi dağıdır. Çok hoşal görünürsen. Bijan yazır ki, Abbasla görüşməyə gedəcək. Əskər ağa, 100 dəfə sənə demişəm ki, bu mürəbbələrə əl vurma. Eşitmedi xanım ne dedi? Cəld ola yolla. Koy bura, aha, yaxşı, Mənə koy deyirsən? bura. Biraz cəld ol. Dayan görüm. Şəriqəli yığın bunları. Bir dəqiqə dayan. Hacı Mahmud, bu uşağın qabağını al gələn, yoxsa onu vurub bir Bu təhər dəfə bağışla onu, Əsmər. Qafur, Bəh, nökərinəm. Bunu al ağa. Mənə Ay kişi, haralardasan? bir şey deyim. Sən axtarıram. Qulaq Bir dəqiqə. Qulaq as. Sənin o 2000 tümənə görə cəbhədən sağ-salamat qayıdacağam. Söz verirəm. Əşi, o 2000 tüməni bir dəfəlik sənə halal edəcəm. Ancaq başqa bir şey deyim. Bu məktub o 2 tümən kimi olmasın ha. Aparıb verirsən həkim İraniyə, atamdan. Gözlərim üstə. Məktub və 2500 tüməni ver, baş üstə. 2000 tümən. Əşi, bilirəm. O 2000 tümən əvvəlki borcu. 500 də ver, yola Əşi, düşək. sən adamın əsəbləri ilə oynayırsan. Mənim cibimdə 200-dən artıq pulum yoxdur. Əşi, bu dünya kimə qalıb ki, yarı-yarı. Bax, bunu da verirəm sənə. 100 sənin, 100 mənim. Verəcəm sənə. Sən indi mənim üçün dua elə. Ağa, bax, gedir axı. İnşallah sağ-salamat qayıdarsan. Ancaq o... Halal olsun əşi. Şəqaiqcan, sənə nə olur? Yavaş ol dostum, yavaş ol. Bu sənin üçün yaralı da ha. Diqqətli olun. Çəkmə o çubuğu, cənab həkim, zəhrim ardı axı. O qədər zəhrimar var ki, mənim zəhrimarım onun yanında heç nədir. Qardaş. Dayıcan, nə olub? Bir nəfərimizi də itirdik. O gülləni onurğu beynindən çıxardığımızı. Mən qalmışam ki, görəsən biz nəyin əvəzini qaytarırıq? Niyə dünya bizlə döyüşür? Çətin suallarını məndən soruşduracağım. Yoxdular. O çubuğu ki çəkirsən, başına vurub. O nə sözdür deyirsən? Məyər biz Lolo xorxorayıq ki, bizdən qorxalar? Oyunun qaydalarını qarışdırmışıq, qardaş. Hansı oyunun dostum? Bizim heç kəslə işimiz yoxdur ki. Biz öz yolumuzla gedirik. Silahlı dünyanın öz mənfəətini təhlükəyə atan tanınmaz yoldan xoşu gəlmir. Ona görə də ortaya müharibə atır ki, öz xeyrini təmin eləsin. Bəsdir, ya yenə deyim, qardaş. Bəsdir, valla. Belə söhbətlər eləməyin əvəzinə gedin cəmaatın uşağına məhəl qoyun. Bijan, Mahmuddur. Dayıcan. Dayıcan, gəl atan gəldi. Nə qədər ki, yadımdan çıxmayıb. Al, bu da Qafurun məktubu. 100 dəfə and verib ki, cavabını yazasan. Qafur kimdir? Əşi, o sürücü yox idi, sənə yapışmışdı, buraxmırdı. Hə. Sən getdin, yapışdı bizə. Əhvaza qədər bizi güldürdü. Əhvaz? Hə, ezam oldu. Hara? Hələ ki, təlim görür. Gənə kimi yapışmışdı ki, mənə apar ağay həkimin yanına. Nəyə görə? Nə bilim. Yəqin köməkçin olmaq istəyir. Fatimə ilə Leyli neynirlər? Onlar da bütün dünya anaları kimi gözləri yolda, ürəklərinin arvadı.
Sənin ürəyin narahat deyil. Olmalıdır. Şəqaiqi Tehrana apar. Niyə ki? Özünə zərbə vurur. Çox həssasdır. Dayısını oxşayır. Mən imzalayacağım ki, qələt eləmişəm. Sən məndən əl çəkərsən? Görək də. Qan, həkim, qan, qan. Qan verin, qan. Bu müsbət. Xanım həkim, qan verin. Götürün qan. Qan, qan, qan. Bu da müsbət. Bəşir. Dayıcan Bəşir. Təbib, gəl bu sənin Qapı işindir. boşaldın, gəl dolun tez. Uzandırın. Ehtiyatla. Uşaqlar, qan gətirin tez. İki gətir. Mənfi 2 gətir Şahin. Mənfi 2. Mənfi 2. Mənfi 2 həkim. Onu rahat bırakın. Cənab təbib. Gün oldu yenə. Sənin ümidinlə gecə oldu. Ey mənim gözümün yaşı, sənin xatirənlə axmış oldu. Bir qəlbim vardı. Qəlbdən başqa nəyim vardı ki? Bir ömür hamıdan gizlətdim amma yenə də qarət oldu. İnna ilahi ve inna ileyhi raciun. Burada dayanma dayı qurban. Görmürsən nə qədər işimiz var. O yaralının sarıqsını dəyiş. Baş üstə dayıcan. Bağışlayın bacı. Mənə bir qurtum su verərsiniz. Baş üstə. İşimi qutaran kimi sənə bir sistem vuraram. Ağrıyıram bacı. Su istəyirəm. Su sizə ziyandır. Mən də susam bacı. Mümkünsə
Bir qurtum mənə də verin. Baş üstə. Sizə də sistem qoşaram. Ne qəşəng uşaqdır. Qızdı ya oğlan? Qızdı. Qəşəng qızdı. Bəxti gətirib ki, mənə oxşamayıb. İnşallah tezliklə onu görərsiniz. Mən əminəm ki, o da sizin için çox darıxıb. Susuz idi. O susuz idi. Susuzsan. Susuzdular. 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 Eşitirsiz bunlar susuzdular. Ne olub dayı qurban? Biri bunlara su getirsin. Su Halın yaxşı getirsin. deyil. Çıx çölə qızım. Neyinirsən axı onlara su Sakin ol. olmaz. Su getirin. Dayı qurban, sakin ol. Susuzdular. Susuzdular. Bəsdir, Su Şəqayı, getirin. özünə əl Sakin al. ol. Bəsdir. Sakin ol. Susuzdular. Su getirin. Al deyirəm sənə. Yaxşı, yaxşı, sakit ol. Susuzdular. Çok susuzdular. Sakit ol. Sakitləş. Özünə əl al. Özünə əl al. Al özünə əl al. Özünə əl al əzizim. Sakitləş. Sakitləş əzizim. Sakitləş.